Qəbələ Apollon oyundaydıq. Yəni Apollon Yunan Kiprinin komandasıdır. Orada iştirak edirdik adi azarkeş kimi. Oyunun axırına yaxın polislər tərəfindən vəhşicəsinə döyüldük. Qabaqlarına kim keçdi? Hadisə 5-6 nəfər konkret zədələdilər. Səbəb orada Şimali Kipr Türk Cumhuriyyətinin bayrağı olmuşdu. Həmin bayrağı icazə vermədilər, sadəcə hücum elədilər də, elə o bayrağı görən kimi üstümüzə hücum elədilər. Bundan öncəki oyunda, Qəbələ Apollon oyunda, deməli Yunanlılar Dağlıq Qarabağın, tanınmamış Dağlıq Qarabağ Respublikasının bayrağını qaldırmışlar, həmçinin Azərbaycan bayrağını orada cırmışdılar. Biz sadəcə onların bayrağını yəni heç götürməmişdik, niyyətimiz yox idi onların bayrağını onlar kimi cıraq, yandıraq ya başqa bir şeylə. Biz də Şimali Kipr Türk Cumhuriyyətinin bayrağını götürmüşdük. Bəzi saytlar yazır ki, yəni orada Yunanistan bayrağını yandırmaq istəmişik, ona görə polislər bizə hücum edib, amma əsla belə olmayıb. Orada biz sadəcə Şimali Kipr Türk Cumhuriyyətinin bayrağını qaldırmışdıq və hücumlar da ona görə olmuşdu. 5 nəfər ciddi xəsarət aldı. Bir də elə mən idim orada. Yəni bayraq məndə idi, götürmüşdüm, vermirdik onlara. 5 nəfər ciddi xəsarət aldı. O getdik hospitala, orada da müayinə elədilər. Kağızlarımızı verdilər, çıxdıq indi evə getdik.